Bismillah, velhamdülillah, ve salatu ve selamu ala Resulillah, amma ba'd. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Ed-dinun nasiha. Din nasihattir. Kulna limen. Ve soruşurlar ki, Allah Resulü kimin için nasihattir? Kale lillahi ve li rasulihi ve li aimmetil muslimine ve ammetihim. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Allah için, Resulü için, kitabı için, Müslümanların rəhbərləri üçün və bütün müsəlmanlar üçün din nəsihətdir. Baxın, gözəl qardaşlarım, burada Allah Resulü sallallahu aleyhi və səlləmin bu sözüyle biz başa düşürük ki, nəsihət hər kəs üçün lazım olan bir şeydir. Nəsihəti qəbul etmək də, nəsihəti etmək də hamıya lazım olan bir məsələdir. Əlbəttə, nəsihət geniş bir mövzudur. Bu barədə elhamdülillah dərsimdə var, cümə xütbəmdə var ki, bu barədə mən geniş bir şəkildə danışmışam. Nəsihətin 6 şərtindən, hansı şərtlər yerinə gəlməlidir ki, nəsihət Allah və Rasulunun istədiyi kimi bir nəsihət olsun. Amma burada bugün duracağım məsələ, üstündə duracağım şey, nəsihətin şərtləri deyil. Əlbəttə, istəyən qardaşlar kanalımızdan kesid edib nəsihətin şərtlərinə baxa bilərlər. Amma üzərində xüsusən durmaq istədiyim şey, nəsihətin hər kəs üçün olmasıdır. Yəni, insan kim olursa olsun, elm tələbəsi ola bilər, alim ola bilər, çox zəngin ola bilər, hər hansısa bir mövqeyə sahib ola bilər, çox böyük, tanınmış, adlı sanlı bir nəsil nəcabətə sahib ola bilər. Amma bunların heç biri onun nəsihəti qəbul etməməsi üçün bir səbəb deyil. Öz nəfsində bir səbəb ola bilər, insanların gözündə bir səbəb ola bilər, insanlar ona yaxşı rəftar eləmək, belə deyim də, ona yaxın ola bilmək səbəbilə bu bahanələrini onun üçün bir üzür görə bilərlər. Amma Allah və Resulü qatında, şəriətimizin qatında bu şeylərin heç biri nəsihətin qəbul olunmaması üçün və mənə heç kim nəsihət edə bilməz kimi bir tavırlara düşə bilmək üçün bir səbəb deyil. Bir şey ki, bu hər kəs üçün. Əgər nəsihət Allah Resulü sallallahu aleyhi ve sellem üçün varsa, ondan digər insanlar kimdir ki, biz duraq onların nəsihəti qəbul edə bilməmə, nəsihəti həzm edə bilməməsində onları üzürlü görür. Bu ancaq insanın imanının, dininin zəifliyi, elminin zəifliyi, nəfsinin qüvvəti, günahlarının çox olmasına gətirib çıxarda bilər. Yəni, səbəb olaraq budur ki, insan bugün nəyi nəsə övünür və nəsihəti qəbul etmir. Bu da bizim toplumumuzda əfsuslar olsun ki, çox məşhur bir məsələdir. Yəni, açıq-açıq insanlar, yəni sən kimsə mənə nəsihət edirsən deməsə də, rəftar onu göstərir. Nəsihət edirsən küsür. Nəsihət edirsən incir. Nəsihət edirsən gedir səni dalınca danışır. Nəsihət edirsən gedib səni qaralamağa çalışır. Ardından iftira atmağa çalışır. Kim de mənə nəsihət edir, onun özündə belə şey var, yoxdur. Və eşidib heç bilmir, dəqiq deyil. Yəni, bu əfsuslar olsun ki, bu insan öz nəfsini hesaba çəkəndə görməlidir ki, bu onun öz zəifliyidir. Nəsihəti qəbul edə bilməmə, nəsihət qarşısında aciz qalma, nəsihətə nəfsi ilə reaksiya vermə insanın iman zəifliyinin göstəricisidir. Ona görə əziz qardaşlarım, birisi sizə gəlib nəsihət elədiyi zaman ilk öncə onu analizdən kesitməyin. Bu kimdir? Bir də onu check-up eləməyin. Yəni, bu kimdir ki, mənə nəsihətləyir? Bunun nəsli nəcəbinə, pulu parasına, elminə, nə bilim, məsciddəki saf nömrəsinə, hansı safda durur? Bu deyil, qardaş, bununla check-up eləmirsən. Əgər adam sənə nəsihətin şərtləri ilə yaxınlaşırsa, sən öz nəfsini otur, hesaba çək. Onu hesaba çəkmə. Nəfsini hesaba çək ki, yəni, mənə nəsihət olunur. Və buna görə sevin. Sən Allahın sevgili qulusan ki, Allah Azza və Cəllə sənə bir salih qulunu nəsib edir ki, o sənə nəsihət edir. Gör, indi sən nə gündə ola bilərdin ki, sən günahlar edərdin, hamı da sənə xoş rəftar eləmək üçün, sənin yaxınında olmaq üçün hamısı deyərdi, elə paşam, elə yaxşıdır, problem yoxdur, hərə bir bahanə uydurardı sənin günahlarına. Onda sən bədbəxt insan olardın. Amma indi xoşbəxt insansan ki, sənə nəsihət eləyən qardaşın var sənin yanında. O qədər belə insanlar var ki, nəsihətdən məhrumdular, heç kim nəsihət eləmir. Deyir, kesməyin bunun dilinə, bunun fitnəsinə. Ya dalınca danışır, ya insanların yanında danışır. Gedib ona çatanda deyir, danışmamışam. Yəni, özünə deməkdən başqa, özünü islah eləməkdən başqa, yəni sənə gəlib səni islah eləməkdən başqa hər şey eləyir sənin üçün. İndi xoşbəxt olan sonra ki, bir salih qul çıxıb sənə nəsihət edir, ona niyə belə rəftar eləyirsən?
Allah bizi eşitli faydalanan qullarından etsin. Allah azze ve celle bizi islah eləsin. Allah azze ve celle bizi nəsihət edən, nəsihəti qəbul edən qullarından etsin. Amin və elhamdülillahi rabbil alemin.